Herkese salam. Yeni bir derse hoş gelmişsiniz. Bugün sizinle konjunktivin davamı olarak vasitəli nitq məhcul növ keçmiş zamanda necə düzəlir onu öyrənirik. Konjunktiv 1-in məhcul növü keçmiş zamanda sein köməkçi feilinin konjunktiv 1 forması, təsirli feilin partizip 2 plus worden formasından düzəlir. Budaq cümlədə söz sırasına təsir edən bağlayıcı olmadıqda feilin təsriflənən hissəsi ikinci yerdə gələrək şəxsə görə təsriflənir. Partizip 2 plus worden isə cümlənin sonunda gəlir. Keçən dərsimizdə qeyd etdiyimiz kimi konjunktiv 1 daha çox qəzet, jurnal, xəbərlərdə istifadə olunur. Şəkil 1, direkt vasitəsiz nitq. Polis xəbər buraxılışından gəlmiş jurnalistə müsahibə verir. Der Polizist sagt, der Dieb ist schon festgenommen worden. Polis deyir, oğru artıq tutulub. Gördüyünüz kimi cümlə məhcul növ keçmiş zamana aid bir cümlədir. Şəkil 2, indirekte vasitəli nitq. Polisin dedikləri xəbər kanalında yayımlanır. Der Reporter berichtet. Der Polizist sagt, dass der Dieb schon festgenommen worden sei. Müxbir məruzə edir, polis deyir ki, oğru artıq tutulub. Gördüyünüz kimi, söz sırasına təsir edən bağlayıcı olduğuna görə feilin təsriflənən hissəsi cümlənin sonunda gəldi. Və biz konjunktiv 1-dən istifadə etdiyimizə görə feilin təsriflənən hissəsi konjunktiv 1-ə görə təsrifləndi. Gündəlik danışıq dilində də həmçinin vasitəli nitqdən istifadə olunur. Bu zaman məhcul növ keçmiş zamanda vasitəsiz nitqdən vasitəli nitqə çevrilir. Gündəlik danışıq dilində vasitəli nitqin konjunktiv 1 forması isə nadir hallarda işlənir. Şəkil 1, direkt vasitəsiz nitq. Die Mutter sagt zu ihrer Tochter, die alten Sachen sind im Secondhand-Laden zu einem angemessenen Preis gekauft worden. Ana qızına deyir, köhnə əşyaları ikinci əl mağazasında uyğun qiymətə alıblar. Cümləmiz məhcul növ keçmiş zamana aid bir cümlədir. Şəkil 2, indirekte vasitəli nitq. Die Tochter sagt zu ihrer Freundin, meine Mutter sagt, dass die alten Sachen im Secondhand-Laden zu einem angemessenen Preis gekauft worden sind. Qız rəfiqəsinə deyir, anam deyir ki, köhnə əşyaları ikinci əl mağazasında uyğun qiymətə alıblar. Bu forma gündəlik danışıq dilində vasitəsiz nitqin vasitəli nitqə çevrilmiş formasıdır. Ancaq konjunktiv 1-dən istifadə edəriksə, bu zaman feilin təsriflənən hissəsi konjunktiv 1-ə görə dəyişir. Meine Mutter sagt, dass die alten Sachen im Secondhand-Laden zu einem angemessenen Preis gekauft worden seien. Anam deyir ki, köhnə əşyaları ikinci əl mağazasında uyğun qiymətə alıblar. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.